Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərinin 16 martdan 23 marta doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar necə başa salım sizə? Hara yol almaq istəyirsinizsə, hara getmək istəyirsinizsə, ora pozitiv enerji ilə gedin. Bu dəqiqə enerjiniz bax oynaq vəziyyətdədir. Bir gün aktiv olursunuz, bir gün pasiv olursunuz, bir gün hər kəsi qısıtlayırsınız, sabahsı gün sosiallığınızı bərpa edirsiniz. Qəlbə bir dəngəsizliyin, qəlbə bir boşluğun içərisindəsiniz ki, özünüzlə aktivləşmək, özünüzlə güclənmək barəsində, tamamlamaq barəsində bəzi problemləriniz var. Həftə uğurlu bir həftədir. Problem sizin özünüzlə əlaqədardır. Nəyisə özünüzdə qəbul edə bilmirsiniz, ya bağışlaya bilmirsiniz, ya zamanı boşluqda qoyduğunuz. Nə olubsa keçmişdə qalır. Biz keçmişi düzəldə bilməyəcək qüvvədəyik. Başa düşürsünüz və keçmişi də gələcəyə aparmaqla biz gələcəyimizi bloklayırıq. Buna da ehtiyac yoxdur. Sizin keçmişdən gələcəyə doğru enerjilərinizdə ciddi bir boşluğun, yarımçılığın təsiri var. Emosionallığınız çoxdur. Ailə ilə əlaqədar əlaqənizi gücləndirəcəksiniz. Yeni bir xəbərlər, iş, pul, maddiyyat barəsində eşidəcəksiniz. Yeni bir enerjini aktivləşəcəksiniz. Sadəcə keçmişdə olan sərhədləriniz və insanların sizə doğru danışıqlarla əlaqədar olaraq özünüzdə mənciliyinizi gücləndirə, egovuzu aktivləşdirə bilməyəcəksiniz. Özünüzə dəyəri gücləndirə bilsəz, yeni tanışlıqlar, yeni başlanğıclar, yeni xəbərlər eşidəcəksiniz və yeni ay 19 martdan sizə doğru balıqlar aktivləşirsə, yenilənirsiniz və belə deyim də yeni bir simada, yeni bir düşüncədə aktivləşə bilərsiniz. Ümumi dəyərləndirsək 82%-ə qədər uğurlu edə bilərsiniz. Biraz beynimizi formalaşdırırıq. Xərçənglərə gələndə xərçənglər istəklərimlə həftəni idarə edirəm kimi aktivləşməyimiz var. Bəli, istəklərinizə görə də həftəni uğurlu edə biləcəksiniz. İstəklərinizə görə də belə deyim də hər şey mal-mülk olaraq, gedişat olaraq, aktivləşmə olaraq gücləndirə biləcək qüvvədəsiniz. Sadəcə olaraq şəxsi həyatınız sizin bütün istəklərinizin, bütün gücünüzün qabağına keçəcək. Şəxsiyyətlə əlaqədar alacağınız bəzi problemlər, düşüncələrinizdə olan xəyanət, yarımçıqlıq, o qədər yalanın belə deyim də dövriyyəsində fırlanmasını haosundasınız ki, özünüzü gücləndirə bilməyəcəksiniz. Bu yalan və yarımçıqları formalaşdıra bilirsiniz xərçənglər. Həftənizi uğurlu edə bilərsiniz. Gücünüz var, enerjiniz var, istəkləriniz var. Sadəcə bəzi yalanlar, bəzi güvənsizliklər, bəzi xəyanətlər sizin aktivləşməyinizi tamamilə zəiflədə bilər. Sizin də enerjiniz xərçənglər bu bürclərin içərisində ən pozitiv enerji və ən güclü enerjilərdən biridir. Bunu düzəltməyə məsləhət görürəm. Xərçəng kişilər həftənin sonlarına doğru daha çox soyuq olacaqsınız, daha çox hər şeyə qarşı laqeyd yanaşıb, bivəc olmağa çalışacaqsınız. Bunu etməyə ehtiyac yoxdur. Sağlamlıqla əlaqədar olaraq boğaz, nəfəs sistemimizdə burun, nəfəs hamısı daxildir. Biraz xərçənglər buna fikir verməzsiniz. Zəif bir alandayıq. Əqrəbləri dəyərləndirəndə isə əqrəblər bu həftə pul maddiyyatla bağlı o qorxularınız, o yatırımlarınız, israflarınız hamısını düzəldəcəksiniz. Yəni mübadilə edib hər şeyi öz yerinə qoymaq bacaracaqsınız. Amma dövlətlə, rəsmiyyətlə əlaqədar bəzi işləriniz varsa ki, bu həftə onları çatdıra bilmədiyiniz üçün özünüzün beyin və düşüncələr, planlarınız qarışıq vəziyyətdə olacaq. Bu həftə o qədər sevgi, o qədər diqqət, o qədər nəvaziş deyəcəyiniz bir vəziyyətdə olacaq ki, düşüncə və arzu xəyallarınızı gücləndirə bilməyəcəksiniz, özünüzü yeniləyə bilməyəcəksiniz. Əqrəblər sevgi və şəxsi həyatla əlaqədar, ailə ilə, sevgi, münasibətlə əlaqədar böyük bir alanı zəbt etməyə ehtiyac yoxdur. Çünki şansınız bu həftə pul maddisal baxımındandır və həssaslığınız da həddən artıq çoxdur. Yuxularınız və qorxularınız aktivləşə bilər. Bunlara fikir verməsiniz bu həftə. Yuxularınızda aldığınız yarımçıqlıqlarınız, ətrafınızda olan narahatçılıqlar, qorxularınız sizin enerjinizi zəiflədə bilər. Əqrəblər enerjinizdə bilirsiniz, çox ani bir momentdə mənfiyə çevrilə biləcək pozisiyada olan bürclərsiniz. Ümumi dəyərləndirsək, hər şeyi ədalətli formada aparmağa çalışın. Yəni Sezarın haqqı Sezara deyilən bir məqam var, ədaləti unutmayın. Çünki bu həftə ədalətli olmağınız sizi daha da gücləndirəcək, hörmət qazandıracaq. 71%-ə qədər həftənizi əqrəblər uğurlu edə bilərsiniz.